Salam kanal izləyiciləri, gəlin belə bir tapşırığın həllinə baxaq. Oturacağı AC olan bərabəryanlı üçbucağın C bucağının tənbələni AB tərəfinin D nöqtəsində kəsir. AC oturacağının üzərində E nöqtəsi elə yerləşdirilmişdir ki, D-yə perpendikular DC. AD 3 olarsa, C-nin uzunluğunu tapın. Mən bu sağ tərəfdə hənə təsvir etmişəm artıq. Davam edək həllinə. C bucağı bizə tənbölən deyildiyinə görə, demək, bucağımız yarıya bölünür. Tutaq ki, burada alfadırsa, bu da olacaq alfa. Və şərtdə bizə verilib ki, bərabəryanlı üçbucaqdır. AB BC-yə bərabərdir. O zaman A bucağımız da burada olacaq 2 alfa. Bu misal həll etmək üçün biz gərək özümüzdən bir düz xətt əlavə edək təsvirin üzərində. D-dən BC tərəfinə düz xətt endirək. Bu nöqtədə olsun, tutaq ki, M nöqtəsi və DM də paraleldir AC-yə. Qeyd edək. O zaman biz yaza bilərik ki, ACD bucağı alfa olduğuna görə MDC bucağı da alfa olacaq. Burada olacaq bir alfa. Və burada DMC üçbucağında əldə edilmiş olduq ki, bu da bir bərabəryanlı üçbucaqdır. Sonra davam edək. D-dən aşağı YC tərəfinə bir düz xətt çəkək. Və bu düz xəttimiz də olsun median. Median da biz bilirik ki, düzbucaqlı üçbucaqda. Tutaq ki, bu nöqtəni adlandırsaq bir N nöqtəsi. Median YN-i NC-yə bərabər olaraq bölür. Və D-nin uzunluğu da YN ilə NC-nin uzunluğuna bərabərdir. Aha. O zaman bizə aydın olur ki, baxın, bu sağ tərəfdə rənglədim. Bu sağ tərəfdə belə bir üçbucaq əmələ gəlir. NDC üçbucağında DN NC-yə bərabərsə, yəni bərabər yanıdırsa, o zaman NDC də olacaq 1 alfa. Aha. Və biz bilirik ki, bu üçbucağın deməli AND xarici bucağının tapa bilərik, yaza bilərik. AND xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni 2 alfaya bərabərdir. Qeyd edək. Olsun burada bir 2 alfa. Daha sonra biz əldə etmiş olduq ki, ADN üçbucağı alınır sol tərəfdə. Baxın. ADN üçbucağı. Bu ADN üçbucağında görürük ki, A bucağı da 2 alfadır, N bucağı da 2 alfadır. Demək ki, bu da bir bərabəryanlı üçbucaqdır. Və AD'nin uzunluğu 3-dürsə, demək ki, D'nin uzunluğu da elə 3-ə bərabər olacaq. Və biz yadımıza salırıq ki, düzbucaqlı üçbucaqda, baxın, bu median elə bərabər olacaq Y-nə, N-C-yə. O zaman bizim DN-imiz 3-dürsə, deyə bilərik ki, YN də 3-dür, NC də 3-dür. Bizdən nə soruşulur? SY-nin uzunluğunu tapın. Yazırıq. SY bərabərdir. 3-3 əldə edirik ki, cavab oldu 6. Dinlədiyiniz üçün sağ olun. Belə videolardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın.